Heç kimə sir deyil ki, diz, oynaq, əzələ, sümük ağrılarının əsas baş vermə səbəbi kalsiumsuzluqdur. Biz orqanizmdə kalsiumu bərpa etməliyik ki, yəni kalsium defisitini aradan qaldırmalıyıq ki, bu problemlərdən canımızı qurtaraq. Əksər insanlar diz, oynaq, əzələ ağrılarını aradan qaldırmaq üçün bir neçə yollara əl atır. Onlardan birincisi kimyəvi dərmanlardır. Kimyəvi dərmanlarla bu problemi bir müddət dondururlar, orada isə ağrı kəsicilərdən istifadə edirlər. Bu ağrı kəsicilər ağrının qarşısını alır. İnsanlar da fikirləşir ki, mən artıq sağlamam və bir neçə ildən sonra yenidən dizlərdə, oynaqlarda, əzələlərdə daha kəskin ağrılar yaranmağa başlayır. Mən bu gün sizə bununla bağlı danışmayacağam. Mən bu gün sizə diz, oynaq, əzələ ağrılarının kökünü həll etmək üçün, yəni kalsiuma olan tələbatı ödəmək üçün nə etmək lazımdır, onunla bağlı məlumat verəcəm. Diqqətiniz məndə olsun. Əziz dostlar, diz, oynaq, əzələ ağrılarını aradan qaldırmaq üçün vurğuladığım kimi bol miqdarda kalsium qəbul etmək lazımdır. Bir insanın kalsiuma olan tələbatı gündəlik 1000-1500 mg-dır. Bu sizə də, mənə də, ətrafımızda olan hər bir insan üçün keçərlidir. Yəni hər bir insan bu tələbatı ödəməlidir. Əks halda nə baş verəcək? Başlayacaq dizlərdə, oynaqlarda, əzələlərdə, sümüklərdə ağrılar. Bir müddətdən sonra yorğunluq, halsızlıq, əzginlik kimi hallar, bir müddətdən sonra onurğa problemləri kimi hallar yaranmağa başlayacaq. Bunun qarşısını almaq üçün kalsium qəbul etməlisən. Amma hansı kalsium? Əziz dostlar, kalsiumlar öz növbəsinə görə iki yerə bölünür. Var molekulyar quruluşlu kalsium, yəni əhəngdən, mərmərdən, qranitdən əldə olunmuş kalsium. Bu kalsiumlar bir müddət yaxşı təsir göstərir, ağrı kəsici kimi rola malikdir, daha tez nəticə göstərir, amma ki bir tərəfdən digər orqanlara əks təsirlər göstərir. Yəni böyrəkdə daş, öddə qatlaşma, damarlarda tromblaşma kimi hallar yaradır. İkinci yol isə ionlaşmış kalsiumdur. Bu ionlaşmış kalsium tamamilə insan orqanizmində soğurulan iri buynuzlu heyvanların sümüklərindən əldə olunan vasitədir. Bu vasitə patentə layiq görülmüş vasitədir. Düşünün ki, %98% insan orqanizmində soğurulur, məhz diz, oynaq, əzələ ağrılarını kompleks şəkildə aradan qaldırmağa əvəz edilməz təsir göstərir. Bu vasitə bioloji fermentasiya üsulu ilə əldə olunub və ionlaşıb. Əgər ki, qığırdaqlarınızda yeyilmə varsa və yaxud da sinir problemlərindən əziyyət çəkirsinizsə, yanaşı mütləq xitazan vasitəsindən istifadə edin. Xitazan orqanizmi təmizləyir, həm qan dövranını təmizləyir, həm qığırdaq arası mayəni bərpa edir, həmçinin də xitazan ümumi duzlaşmanı aradan qaldırmaq üçün əvəz edilməzdir. Sadaladığım hər iki vasitə dərman deyil, əks təsirləri, yan təsirləri yoxdur. Orqanizmi daxildən qidalandıran vasitələrdəndir. Əgər siz də bu problemlərdən əziyyət çəkirsinizsə, orqanizminizi daxildən qidalandırmaq istəyirsinizsə, hər iki vasitəni əldə edin. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.